Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalamın həyatı 11-ci hissə. Hz. Peyğəmbər salavatullahın şəhadətindən öz xilafətinədək. Hz. Peyğəmbər salavatullahın şəhadətindən sonra ümmət üçün ən mühüm məsələ rəhbərlik idi. Qədirxunda Peyğəmbər salavatullahın açıq-aşkar elan etdiyi kimi xilafət İmam Əli əleyhissalama aid olsa da, Mədinədə qurulan Səqifə məclisi bu haqqı başqa istiqamətə yönəltdi. İmam Əli əleyhissalam haqqını tələb etsə də, sonradan səbr yolunu seçdi. Bunun səbrinin səbəbi şəxsi deyil, ümmətin mənafiyi idi. İslam hələ yenicə kök salırdı. Ərəblərin çoxu təzəcə iman gətirmişdi və bu mərhələdə daxili müharibə İslamın əsaslarını sarsıda bilərdi. İmam Əli əleyhissalam yaxşı bilirdi ki, əgər o güclə haqqını tələb etsəydi, bir çox tayfalar yenilən küfrə qaydar, düşmənlər fürsətdən istifadə edərək İslam dövlətini parçalaya bilərdilər. İmam Əli əleyhissalama istinad edilən bir hədisdə belə buyurulur: Əgər haqqımı zorla alsaydım, dinin əsası dağılardı. Mən isə dinin əsası qorunsun deyə səbr etdim. 25 il boyu o zahirdə xilafətdən uzaq qalsa da, İslamın sütunu olaraq yaşadı. Quran-ı Kərimi topladı, müsəlmanlara elm öyrətdi. Hətta xilafətdə olanlara belə ən çətin məsələlərdə yol göstərdi. Onun məqsədi hakimiyyət deyil, İslamın qorunması idi. 3-cü xəlifə Osmanın dövründə geniş narazılıqlar və ixtişaşlar Osmanın öldürülməsi ilə nəticələndi və müsəlmanlar İmam Əli əleyhissalamın evinə toplaşaraq ona beyət etdilər. Beləliklə Peyğəmbər salavatullahın vəfatından 25 il sonra haqq sahibinin xilafəti rəsmən başladı.